ABŞ prezidenti Donald Trump yaxın vaxtlarda Rusiya əleyhinə çox güclü sanksiyalar tətbiq etməyi planlaşdırdığını və ölkənin neft sektoruna qoyulan məhdudiyyətlərin aradan qaldırılmayacağını bildirib. O, həmçinin Ukraynanın təklif olunan sülh planına baxması üçün noyabrın 27-sini uyğun tarix hesab etdiyini deyib. Trumpın sözlərinə görə Rusiya Ukrayna ilə müharibəni davam etdirməkdə maraqlı deyil, lakin o iddia edib ki, Ukrayna Donbas ərazilərini qaçılmaz şəkildə itirəcək. Bununla belə ABŞ prezidenti Moskvanın Baltik ölkələrinə hücum etmək niyyətində olmadığını vurğulayıb. Baltik ölkələrinin narahat olmasına səbəb yoxdur, çünki Ukrayna münaqişəsi həll olunacaq deyə Trump bildirib. Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ lideri Donald Trumpın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri ilə razılaşdığını açıqlayıb. Onun sözləri Kremlin saytında yer alıb. Prezident Trumpın Ukraynadakı vəziyyətin nizamlanması üzrə sülh planı Alyaskadakı görüşdən əvvəl müzakirə edilib və bu ilkin müzakirə zamanı Amerika tərəfi bizdən müəyyən kompromislərə getməyi xahiş etdi deyə Putin bildirib. Onun sözlərinə görə Amerikalılar Moskvadan çeviklik göstərməyi istəyiblər. Biz təsdiq etdik ki, müəyyən çətin məsələlərə baxmayaraq biz bu təkliflərlə razıyıq deyə Rusiya lideri əlavə edib.